Vaxtınız xeyir olsun değerli izleyicilerimiz. Hal-hazırda biz Ağcabədi rayonunun Salmanbəyli kəndindəyik. Qəhrəman bir şəhidimiz Məmmədov Əlfi Məhəmməd oğlunun ocağındayıq. Və bu günləri belə deyək də hər bir təsadüf deyil, bir zərurətdən doğur. Biz həqiqətən də bilmirdik ki, bu günləri hansı gündür biz gəlib həkimin qapısını açmışıq. Yaxın bir əraziyə gəlmişdik. Türbəndəmi şəhid Məmmədov Cəmaləddinin atası. Sağ olsun. Dedim ki, həm həkimimiz var, bizim burada şəhid atası. Bir də ziyarət edək. Dedi canla başla. Gəldik qapıdan, girdik içəri və biz elə həkimlə görüşən vaxtı hər zaman şəhid ailələrinin yanında olan bu məktəbin elə Əlfi Məmmədovun adını daşıyan məktəbin direktoru Gülşah müəlliməni gördük ki, bacısı ilə bərabər qapıdan girdi və soruşdum, xeyirdirmi, bir təsadüfmü? Dedi ki, bu gün Əlfinin anım günüdür. Və biz artıq dayandıq, bir stəkan çay içməyi özümüzə şərəf bildik ki, oturaq, atanın yanında bir çəkiliş edək. Məhəmməd həkim, el həkimi 60 ildən çox bu kəndə, bu elə, bu obaya xidmət edən bir loğmandır. Bu həkimin, belə deyək də, o qədər haqqı var ki, bu cəmaatın üzərində. Hər bir zamanda sevə-sevə bu həkimdən danışırlar. Hamının qəlbində yaşayan bir həkimdir. Amma həyat elə gətirdi ki, iki qat sevdirdi bu cəmaata. Bir qəhrəman atası kimi də cəmaatın qəlbində yer tapdı. Həkim, Allah bütün şəhidlərin ruhunu şad eləsin. Buyur. Minnəttar. Operatorda yaxın gəlsin həkimə. Mən neçə vaxt xəstəyəm. Buyur. Bugün elədir ki, gör təsadüf elə bilmənim. Allah'a and olsun, nə qədər ağrıdır, oradan qalxa bilmirdi. Məni belə qaldırdı. Bu mənim üçün ən xoş günlərdən biridir. Ömrümdə qalan günlər. Allah sana iş. İxtiyar müəllim, bunların hamısının, kəndin hamısının yaxşı bağlı. Şəhid bayaq sağladı, getdi. Çox gözəl insan, bir adamla təsadüfdir. Vallahi mən elə bilirəm, Allah haqqı. Böyle ileriden deyirlər ki, belki endemik, yani tapılmayan bir insandır. Her şey buna, Allah buna kısmet ediyor. Her şey, insanlığı, güzelliği, ya Allah bunu sabahtı, ister o gündələ sizə gəldi, mən tanış elədim, mən çox, məni əli demişsə, mən xalam oğlu Əli var ya orada, tanıyırsan, bizim kətdəndir səninlə. Bizim kətdə zadı, onun kimin vardı? Zadı Əliyi tapdıq, oğul Əliyi. Tanıdığını deyiriz. Sizə qıyabı, siz haqqında söhbət. Onunla bir yerdə işləmişəm. Gün çox şadım. Allah rəhmət elə, tanrıverdi ilə işləmişəm. Yaşasam bir neymi, elə bilərəm ki, mən dünyanı mal verirlər. Gün sizi görmək mənim üçün çox şaddır. Sağ ol. Allah səni həmişə şad eləsin. Sizə tanışım ama özümü elə biləm, bir qazancım var elə biləm. Allah tərəfindən bugün mənə bir xoş qismət olub. Həmişə xoş olub. İnşallah yenə xoş olacaq. Çox sağ ol. Allah bunu bəat edin. Elinə, obasına, cəmaatına, Azərbaycanlara, Allah öz Allah'ın xətrinə bunu öz qərədinin altına saxlasın. Gözəl insan yetişmir, hər saatına. Düzdür, çox düzdür. Bunu Allah elə hamı üçün Allah köməyiniz olsun. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Və Gülşah müəllimə də buyursun bir kəlmə. Mən də sizin qeyd elədiyiniz kimi o təsadüflərdən yaranan hər bir şeyə Allahın bizə bəxş elədiyi bir gözəllik kimi qiymətləndirir. Mən də bugün Əlfimizin il dönümüydü və mən 1993-cü ilin aprelin 24-ündən hər il ardıcıl olaraq həmin şəhidimizin il dönümün məktəbdə qeyd edirdi. Hər gün demək olar ki. Uşaqlara deyirəm ki, siz yazanda Əlfi Məmmədovun onun arzusu olub. O gəlib mənim yanıma ələm əlimlə. Deyib ki, çox dəcəl, çox mehriban, çox qarlıkeş. Atadan ona keçmə bir xüsusiyyət. Ata nətər xalqının xidmətində gecə, günü, səhər,
Allah rəhmət eləsin. Amin. Həkim Məhəmmədin ailəsinə ki, Amin. onu Əlfinin ölümü tez aramızdan götürdü. Qismət beləymiş. Amma biz hər birimiz, hər bir ana, hər bir saçın ağardan o yolda şəhid analarının qarşısında baş əydik. Sağ olun. Sizin hər birinizə biz borcluyuq. Şəhidimizə Allah rəhmət eləsin. Biz Teşekkür onlara ederim. tanısaq da, tanımasaq da hansı ailədəndir. Onlar hər biri bizim ailədəndir. Və o cümlədən əlfimizdə. Yaxın onu mən uşaqlara Məhəmməd dayı. Bugün xatirələrini danışdım. Belə çəkdi avtomatı mənim rəhmətli anam üstünə. Deyir ki, bunu göstərirəm ki, bütün hamı bizə örnek olsun. Bizlə beraber vətəni qorumaya getsin. Bugün atasından, anasından ayrı bir tarix kitabını əli oxuyub, özü də həyatda tarix yazan şəhidlər. Yeriniz cənnət olsun. Hər birinizə ürəyimiz qurban. Başımın tacısınız, ürəyimizin özəyisiniz və hər birimizin fəxrisiz. Sənin haqqında danışmaq, elə belə deyərək, şəhid ailəsi kimi, atası kimi yox, kəndin hər bir körpəsinin uğrunda gecəsi gündüzü şəhid olan Məhəmməd dayı. Sağ Allah'tan elə ömür arzu edirəm ki, heç kəsə möhtac olmayasın. Amin. Amin. Heç kəsə möhtac olmayasın. Bibimiz de buyursun bir kəlmə. Bugün ne desin, sizden yerde ben ne diyeyim? Allah rahmet eylesin. Allah atıyor, anıyor, hamsından şey. Gelmel bu büstü Sabır versin. bir anlamda dedim dilenenden Allah çanağındaysa. Nağan oğlu, Ben Allah'tan gelmiş o beraber. şotta girmere. Ne kadar Allah bütün şehitlerin hamsına rahmet eylesin. Beyler. Orası yeri cennet olsun. Sağ olun. Şəhide bir analıq eləsin. dilenerek Elə ki, Evet. sizə də bir əlavə eləyəm. Məktəbdə gəlmiş, bəli, siz aparıcı qullar çox Müqəddəs böyük akşam. qüvvədir. Bəli. ona ben ne kadar Yəni şəhidlərin ziyarəti, dedim burada o bir nefes gəşlərə, var. indiki Kömürle balacalı eşitler. böyüklər, onlar gələcək, sizlər Ondan sonra tərəfindən, tökülecek. yəni onlar təbliğat, maarifləşdirmə, Sen o şirketi o bilməsində ki, gələcəkdə onlar şəhidləri tanısınlar. Bilsinlər ki, bu şəhidlər zəfər şəhididir. Öyle Yəni, onun 92, materialı da 80-ci dəxli yoxdur. Şəhidlər hamısı bir. Allah hamısına rəhmət eləsin. Amin. Onu demək istəyirəm ki, elə bütün zadlar məktəb ən güclü bir qüvvədir. Yəni gənclər üçün yalnız olur. Balaca uşaqlar orada başlayırlar. Ben Allah de sizlərə dəyməsin. Ata onu demək istəyir ki, Ha, deyir o vaxtı məktəbdə büstü qoyulanda kənd, qohum, dövlət, icra hamısı istədilər ki, o büstü də qoyulmağı. Mən dedim ki, razı olmadım ki, onu öz vəsaitim hesabına edəcəm o büstü. Çox O, hə. düz fikirdir, bəli. Yəni, Siz bilirsiniz. ata onu söhbət edirdi. Bəli. Allah köməyiniz olsun. Bir daha mən həqiqətən də həm kövrəldim, həm qürurlandım, həm sevindim bir tərəfə ki, gör hansı gündə mən gəlmişəm bir təsadüf nəticəsində atanın yanı. Yenə deyirəm, hər bir təsadüf zərurətdən doğur. O bizim ata-bala bir istəyimizdənmi, bir-birimizi çox istəməyimizdənmi gəldik bu günləri. Tesadüf. Ürək yanına uğraşır. Mən də həqiqətən qardaşım ixtiyarı bugünkü gün Olabilmez ikinci bir adam. mənim belə gözəl, Allah sağ ömür versin. səmimi, gözəl danışan bizim atamız bugünkü gün bunun tanımır. Amin. Allah şəhidimizə rəhmət eləsin. Şəhidlərin hamısı ailə bir-birinə 32 yaxın ildir yenə olur. halal xoş olsun, onun əziyyətini mən çəkirəm həmişə. Allah rahmet Allah üzü zağ Şair eləsin. sizə də minnətdaram. Sözünü. Sözünə, qələminə, şəxsiyyətinə, hər tərəfli insanların qarşısında o işi yaşatma qabiliyyətinə görə o da Allahın vergisidir. Sizə minnətdaram. Təşəkkür edirəm, estağfurullah. Biz sizlərdən öyrənmişik, müəllimlərdən. Sizin kimi dəyərli müəllimlərimin mənə verdiyi o əziyyətin, çəkdiyi o əziyyətin bəhrəsidir ki, bu günlərdə bir də ilahi əlbəttə ki və borcumuzdur. Biz sizlə sağollaşırıq, gedirik, yolumuz uzaqdır. Allah ruhu şad eləsin. Amma söz veririk, gələn həftə biz gəldik atanın bir sumavarı özümüz qalıyacaq. Kəmərdə gəlsin, gəlməsin. O şəkili çəksinlər. Çək edin. Başım paylaşın. Gecəniz xeyrə qalsın deyirik. Allah sizi var eləsin, Allah köməyiniz olsun. Müəllimə